Ruslar Sibir xanlığı necə işğal edir? Ümumiyyətlə Sibir xanları ilk başda Rusiyaya tabe idi, amma bunu görən Küçüm xan üsyan qaldırır və öz qardaşını öldürür. Beləliklə hakimiyyət keçəndən sonra Rusiya deyir ki, mən artıq torpağımı haqq etdiyi eləyənmərsə mən artıq sənə tabe deyiləm. Buna cavab olaraq isə Rusiya Kazakları göndərir və Kazaklar Yermakın başçılığı altında Küçüm xana hücum edirlər. İlk döyüşdə Küçümün ordusu darmadağın olur, çünki bilirsiniz tüfəngin qabağında Sibir ordusu dura bilməzdi. Amma Küçüm xan geri çəkilir, ordu yığmağa davam edir. Yermak isə öz qüvvələrlə Qaşlıq şəhərinə girir. Sibir xanlığının paytaxtı idi və demək olar ki, şəhəri darmadağın edir. Buna cavab olaraq da Küçüm xan illərlə gözləyir. 4 ildən sonra əks hücuma keçir və Yermakı sıxışdırır. Yermak top tüfəngindən istədiyi kimi istifadə edə bilmir və beləliklə Küçüm xan tərəfindən öldürülür. Küçüm xan ondan bir növ qisasını alır. Amma davamında Rus orduları yenə gəlir. Bu isə durmadan digər tatarların üzərinə hücum edir ki, Rusiyaya niyə tabesiz? Döyüşməyə davam edir. Fəqət zamanla uduzur, oğlu əsir düşür və geriləyir. Ən axırda heç kimi qalmır yanında. Və Rusiya son dəfə ona bildirir ki, tabe olsan mənə heç bir şey etmərəm. Artıq bu bilirsiniz ego savaşıdır Rusiya üçün. Çünki onun tabe olması Rusiyaya çox da bir şey qazandırmayacaqdı. Amma yenə də o tabe olmağı seçir və beləliklə səfil halda ölür. Amma oğlu tabe olur, xristianlaşır və Rusiya imperiyasının təbəəsini çevirir.